Bu gün İsfənd ayının 6-sı İslam ordusunun igid sərdarı Həmid Bakirinin şəhadət günüdür. Həmid şəhidlər Əli və Mehdi Bakirilərin kiçik qardaşıdır. Həmid Bakiri 1334-cü ilin Azər ayının 1-də Urmiya şəhrində dünyaya göz açmışdır. Uşaq ikən anası vəfat etmişdir. Dəbistan, Rahnımayı və Dəbiristan dönəmlərini Urmiyədə keçirtmişdir. Qaniçən Şahənşahı hökuməti böyük qardaşı Əli Bakirini şəhid etdiyi üçün o hökumətin siyasi fasidliyi ilə tanış olmuşdur. Təbrizdə əsgərlik dönəmini keçirdəndən sonra qardaşı Mehdi ilə rejim əleyhinə çalışmağa başladı. 1355-də təhsil adına ölkədən çıxmışdır. Əvvəldə Türkiyə və Türkiyədən də çiriki dövrələri keçirtməyə Suriyəyə getmişdir və sonra Almandan baş çıxartmışdı. Orada Axen bilim yurdunda ad yazdırmışdı. Amma təkcə bir həftə klasslarda hazır olmuşdur. Həmid Bakiri İmam Xumeyninin Parisə köçməsi ilə Parisə də getmişdi. İslami inqilabın qazanmasında İrana dönmüşdür və 57-də Pastaran sipahının qurulması ilə orada üzv olmuş, əməliyyat başçısı olaraq Sirov, Mahabad, Sulduz, Xana və Banənin azad etməyində önəmli nəqşi var imiş. İran və Ərəq savaşının başlanışı ilə qardaşı Mehdi Bakiri kimin cibhəyə getmişdir. Həmid Bakiri Fəthül-Mübin, Beytül-Müqəddəs, Rəməzan, Müqəddəmati Vəl-Fəcr və 4-cü Vəl-Fəcr əməliyyatlarında çalışqan huzuru var imiş. Amma Həmidin son əməliyyatı Xeybər idi. Bu əməliyyatda Həmid Məcnun adasının körpüsünü qoruyan zaman Əraqlıların əli ilə şəhid olmuşdur. Həmid Bakirinin cənazəsi qardaşı Mehdi kimi hələ də tapılmayıb və vətənə qaytarılmayıb.